Qədim Borçalı yalnız coğrafi məkan deyil, həm də dərin tarixi və mənəvi izlər daşıyan bir məkandır. Rəvayətlərə görə İslam tarixinin və Həzrəti Peyğəmbərin görkəmli səhabələrindən biri, Həzrəti Qeys İbn Səd İbn Ubadə burada dəfn olunmuşdur. O, Ənsarın öndə gələn ailələrindən birinə mənsub idi. Atası Səd İbn Ubadə isə Mədinənin nüfuzlu rəhbərlərindən olmuşdur. İlahiyyatçı və araşdırmacı Hacı Rizvan İsmailov bizimlə söhbəti zamanı qeyd edib ki, Qeys İbn Səd zəka, cəsarət və diplomatik bacarığı ilə seçilən bir şəxsiyyət idi. O, Həzrəti Peyğəmbərin dövründə xidmət göstərmiş, daha sonra isə İmam Əlinin dövründə mühüm vəzifələr daşımışdır. Gürcüstanın Marneoli rayonunun Yağlıca deyilən bir məntəqəsindəyik. Marneoli şəhərindən 6 kilometr məsafədə Məscidli Görarxı kəndinin hardasa 5-600 metrliyində bir təpə üstündə qərar tutmuş bir ziyarətgahın, bir böyük şəxsiyyətin ziyarətinə gəlmişik. Bu şəxsiyyət İslam tarixində çox böyük rolu olan Peyğəmbər səhabələrindən Qeys ibn Səd ibn Ubadə Ənsari cənablarına rəhmətullah aleyh aiddir. Bu qəbir, bu şəxsiyyət İslam tarixində çox böyük izi olan, Əhl-i Beytin ən yaxın dostlarından olan bir böyük şəxsiyyətə aiddir. Qeys ibn Səd ibn Ubadə kimdir? Bizim cəmaatın, Borçalı cəmaatının fikrində, düşüncəsində bura Sultan-ı Qeys deyə adlanır. Cəmaat bu cür buranı tanıyıblar, Sultan-ı Qeys deyə. Amma bu Qeys, Həzrəti Qeys kimdir? Biz tarixə baxdıqda bir çox tarixi mənbələrdə bu şəxsiyyətin haqqında geniş məlumatlar verilib. Qeys ibn Səd ibn Ubadə indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərində Peyğəmbərliyə çatdığı illərdə dünyaya gəlibdir. Təqribi tarixdir, çünki doğum tarixi dəqiq deyil. Yəni 1610-cu illərə təsadüf eləyir doğum günü. Peyğəmbərimiz Mədiniyə təşrif gətirəndə bu növcavan idi, cavan bir oğlan idi. Bunun atası İslam tarixində və Ərəb tarixində məşhur şəxsiyyətlərdən biridir. Onun adı Səd ibn Ubadə Ənsaridir. Xüsusən də Səd ibn Ubadə ki, Qeysin atasıdır, bu ağanın, bu ziyarətgahda uyuyan alicənabın atasıdır. Bu çox böyük şəxsiyyət olubdur. Peyğəmbərimizə ilk iman gətirən 7 nəfərdən biri olubdur Səd ibn Ubadə. Tarixçilər nəql edirlər ki, Xəbət döyüşündə müsəlman əskərləri çox çətin bir maddi duruma düşdülər. Konkret olaraq yemək yox idi, yəni əskərlərin belə deyək, təmin eləmək üçün yeməyə bir şey qalmamışdı. Və Peyğəmbərimiz də çox çətin bir vəziyyətə düşmüşdü. Tarixçilər nəql edirlər ki, birdən cəmaatın içərisindən Həzrəti Qeys ibn Səd ağa qalxdı. Bu bir gənc idi, haradasa bir 17-20 yaşlarında bir gənc idi. Bu qalxdı cəmaatın içərisindən ucadan səsləndi. Dedi ki, burada bir kəs varmı, mənə borc verəm, mən bu qoşuna ehsan verəm. Mədinəyə qaydanda xurma ilə mən o borcumu qaytaracam. Bütün qoşun çox təəccüblə buna baxdı ki, bir cavan, bir gənc, bir oğlan məsələn ayaqüstə qalxıb böyük bir qoşuna ehsan vermək istəyir. Nəhayət bir nəfər tapıldı. O dedi ki, sən kimsən dedi, sən bu qədər qoşuna yemək vermək istəyirsən və bu böyük bir xərc tələb eləyir. Sən kimsən məsələn, özünü tanıtmadın mənə. Bu dedi ki, mən Qeys ibn Səd ibn Xəzrəciyəm. Yəni Xəzrəc qəbiləsinin başçısı Sədin oğlu Qeysəm mən. Və həmən ərəb buna borc verdi. Bu bir neçə dənə belə deyək, inək, buğa aldı, keçilər aldı həmən şəxsdən borc olaraq. Yəni bir xeyli heyvanat aldı və o heyvanları kəsdilər, müsəlman qoşununa ehsan verdilər. Peyğəmbərimiz xeyir dua verdi bu şəxsə, çox alqışladı bunun bu hərəkətini. Həzrəti Əli əleyhissalam Qeys ibn Sədi sonralar Misrə və Azərbaycana vali təyin edib.
Daha sonra hadisələr elə davam edir ki, bu şəxs İmam Həsən əleyhissalamın dövründə də imamın yanında olur və İslama xidmət edir. Qeys ibn Səd ibn Ubadə Peyğəmbərimizin vəfatından sonra Həzrət Əli əleyhissalamın xüsusi sərkərdələrindən və səhabələrindən oldu. Ən yaxın dostlarından oldu. Həzrət Əli əleyhissalam buna o qədər güvənirdi, o qədər inanırdı ki, hətta Misrə bunu vali göndərəndə, Misrə əmir göndərəndə öz məktubunda Misir cəmaatına müraciət eləyərək yazmışdı ki, mən Qeysin imanına, yəni imanına ehtiramım var, yəni güvənim var. Yəni ki, imanına etiqadım var. Yəni bu böyük şəxsiyyətdir, bu dəyərli insandır. Və sonraki hadisələrdə Qeys ibn Sədi Həzrət Əli əleyhissalam Azərbaycana vali göndərdi, vali təyin elədi. Qeys ibn Səd ibn Ubadə Ənsari rəhmətullahi aleyh Həzrət Əli əleyhissalamın yanında bütün böyük müharibələrdə iştirak edib. Məsələn, Cəməl müharibəsində xüsusi qoşun başçısı olub iştirak edib. Nəhrəvan döyüşündə iştirak edib. Siffin müharibəsində qoşun 4 böyük qoşunun başçılarından biri olubdur. 10 minlik qoşuna rəhbərlik edib. Həzrət Əli əleyhissalam şəhid olandan sonra İmam Həsən əleyhissalamın yanında oldu. İmam Həsən əleyhissalama biat elədi. İmam Həsən əleyhissalamın sülh məsələsində o bir özünün şəxsi fikirləri var idi. O elə bil Muaviyyə ilə sülhə razılaşmırdı, amma İmam Həsən əleyhissalamın ehtiramına görə, onun əmrinə görə, onu yaxından tanıdığına görə, imamlıq məqamına görə İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, ona itaət elədi. Və o daima öz hiylə və qəddarlığı ilə Peyğəmbər yaxınlarına sui-qəsd hazırlayan o dövrün xəlifəsi Muaviyyə isə Qeys ibn Sədin öldürülməsi ilə bağlı da plan hazırlayır. Bu hadisədən duyuq düşən Həzrəti Qeys ibn Səd ibn Ubadə Ənsari cənabları Azərbaycanın valisi olduğuna görə o dövranlarda, o zamanlarda Tiflis və bu ətrafı, bu tərəflər Azərbaycan valisinə tabi idi. O belə qərara gəldi ki, ən ucqar bir yerə getsin, yəni Tiflis şəhərinə mühacirət eləsin və gəlsin burada yaşasın. Hicri qəməri tarixi ilə 58-ci ildə Muaviyyənin hakimiyyəti dövründə o İraqdan öz yaxınları ilə bir yerdə Tiflis şəhərinə yola çıxdı və gəldi Tiflis şəhərinə çatdı. Burada gözəl dini fəaliyyətlərlə məşğul oldu, İslam Peyğəmbərinin, Qur'anın müarifini insanlara çatdırdı və Yaqut Həməvinin bildirdiyinə görə və bir çox ərəb tarixçilərinin bildirdiyinə görə Hicri qəməri tarixinin 85-ci ilində Curzan deyilən məntəqədə ki, biz həmən məntəqədəyik, bu məntəqədə yerləşir. Buranın adı o zamanlar tarixdə var ki, Azərbaycanla sərhəd olan bir bölgə idi, Curzan məntəqəsi və biz bu məntəqədə bu gün yerləşirik. Bu Yağlıca da oranın bir tərkib hissəsidir. Bir təpənin üstündə bu yerdə rəhmətə getdi və burada yaxın ətrafı tərəfindən burada torpağa verildi və bu qəbri o günlərdən bəri 1400 ildir ki, o zamandan üzü bəri müsəlmanların ziyarət yeri olubdur, hacət almaq yeri olubdur. Burası çox mübarək bir ziyarətgahdır. Burada yüzlərlə, minlərlə məzar isə yalnız bir qəbir deyil, bir tarixin, bir isim və bir inancın simvoludur.